valideyn deyir ki, yüksək bal yığmasan evə gəlmə, nə bilim mən universitetə girməsən, pulluya düşsən sən oxudası deyiləm, get harda qalırsan qal. Bu da uşaq imtahana girəndə bir var ki, məsəl üçün valideyn deyir ki, arxandayam, narahat olma. Düzdür, uşağa yəni tam olaraq rahatlatmaq da lazım deyil. Amma ən azından bir balata kiçik bir təzyiq olmalıdır ki, yəni özün üçün oxuyasan. Yəni bunu dərk eləsək həqiqətən özün üçün və yaxud da ki, mən tanıdığım şagirdlər olub ki, açıq-aşkar valideyn bir il hazırlığa gəliblər. Valideynlə danışmışıq, uşaq deyir ki, mən oxumaq istəmirəm yəni. Ondan sonra mənə göndərin peşə məktəbinə və yaxud hansı bir sənət öyrənim, bərbər öyrənim, maşın ustası öyrənim. Bax, şagirdlər var ki, yəni həqiqətən imtahan edirlər, baxsan ki, artıq öz sahələrində uğurlu bir yerdədirlər, müəyyən yaxşı bir qazancları, gəlirləri və s. Yəni bunlar, hər kəs öz sevdiyi sahəyə yönəlməlidir. Yəni dediyim kimi də bu valideyn yəni uşağa təzyiq edir. Uşaq qələmi əlinə alanda kitabçanı açır, bəzən bildiyini yadından çıxardır. Niyə? Bunu birdən az bal. İmtahanda oturur uşaq, oturub suallar üzərində işləməkdən oturub öz balını hesablayır artıq uşaq. Və bu da nədir? Oturub yarım saatını, 40 dəqiqəsini aparır və qorxur ki, məsələ nədir? Bu universitetə girə biləcəmmi?